Pirallahı rayonunda Bayraq meydanının dirəyini görürsünüz. Yəni hava küləkli deyil, amma bayrağımız da yoxdur. Bağlayıblar bura. Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Hazırda mən Pirallahda yerləşən Gənclər Parkındayam və gördüyünüz dirəkdə isə Azərbaycan bayrağı dalğalanmalıdır əslində. Hava küləkli deyil, amma buna baxmayaraq bu parkda bayrağımız dalğalanmır. Deyilənə görə yalnız bayram günlərində bayraq qaldırılır. Dəyərli izləyicilər, sakinlərlə həm söhbət olduğum bildirdilər ki, burada bayraq görə bilmirlər. Nadir hallarda bayraq asılır. Səbəbi isə odur ki, tez-tez cırılır. Bu da icra hakimiyyəti qarşılaya bilmir həmin belə deyim bayrağın pulunu. Bugün ayın 11-idir. Bax görürsüz heç yəni yarpaqlar da elə də güclü tərpənmir. Yəni dövlət bayrağının mən düşünürəm ki, nəinki otaqlarda bax bu dirəkdə olması məncə daha yaxşıdır. Bir neçə nəfərlə söhbət elədim. Qeyd etdilər ki, bu da cırıldığı üçün icra hakimiyyətinin büdcəsinə belə deyim zərər vurur. Bu səbəbdən də bayrağı gündəlik asmırlar.